Salam uşaqlar, bugün mən sizə alkanların beynəlxalq və səmərəli nomenklatura ilə adlandırılmasına aid bəzi nümunələr göstərəcəm. Bizim radikallar bəhsinin izahına YouTube-da yerləşdirmişik. Bir də təkrarladaq üzərindən. Radikal odur ki, karbohidrogen, yəni alkandan bir hidrogen çıxardanda qalan hissəyə radikal deyilir. Baxın, tutaq ki, bir dənə metildir, metandır. Metanda 4 dənə hidrogen var. Mən bu hidrogenin bir rabitəndə 2 elektron yaratmır. Hidrogenin birini götürdüm, qırdım. Bu zaman əmələ gəlir, baxın, CH3 və bu qırmışıq rabitəni ya qırıq rabitə yaranır, ya da bir elektron da yaza bilərsiniz. Buna deyilir radikal və radikallar deyirdik ki, il sonluqları ilə bitir. Və məsəl üçün CH3 yazıramsa metil, C2H6 etandan hidrogen bir dənə çıxardıramsa etil. Propilə diqqətlə fikir verin. Propanda baxın CH3, CH2, CH3'dür. Əgər mən hidrogeni çıxartdığım karbon ikili karbondursa bu izopropildir. Yox, propanda 3 dənə karbonu var. Hidrogeni buradan çıxartmışam. Bu karbon birlidir. Deməli bu propil radikalıdır. İzo şaxə olduğunu göstərir uşaqlar. Belə baxanda deyə bilərsiniz ki, bu düzdür axı. Burada şaxə hansıdır? Şaxəni bilmək üçün biz dedik ki, zəncir nömrələnir. Nömrə qoyulmayan şaxədir. Burada nömrələyəndə radikalı biz nömrələsək, başdan 1, 2, 3 getmirik. Qırıq hardadsa, yəni çıxartdığımız hidrogeni hardan çıxartmışıqsa, ora 1 qoysan, 1, 2, belə getsən bu qalır kənarda. Deməli o şaxədir. 1, 2, bu qalır kənarda, şaxədir. Qısacası ikili karbondan çıxardırıqsa olur izopropil. Birlidən çıxarırıqsa olur propil. Butillər isə uşaqlar 4 cürdür. Əgər baxın butan yazmışam. CH3, CH2, CH2, CH3'dür. Buradan görürsünüz CH2 yazdım. Hidrogenin birini çıxartdım. Hidrogeni çıxartdığım karbon birli karbondur. Deməli buna deyirlər birli butil. Əgər mən hidrogeni çıxartdığım karbon, baxın, bu neçəli karbondur? İkili. İkili o deməkdir ki, bir karbon 2 karbona birləşir özündən başqa. İkilidən çıxartmışamsa deyirəm ikili butil. Yox, əgər mən karbonu üçlü, hidrogeni üçlü karbondan çıxardıramsa üçlü butildir. Burada fikir verin, uşaqların çoxu qarışdırırlar. Baxın. Əgər mən hidrogeni birli karbondan çıxardıramsa, amma radikalımda şaxə varsa, buna izobutil radikalları deyilir. Deməli, biz səmərəli üsulla alkanları adlandırarkən alkanlara metandan törəyən maddələr kimi baxılır. Məsəl üçün, bir nümunə yazam. Bu zaman necə adlandıracağıq? Baxaq. Deməli, birinci, biz ən az hidrogeni olan karbonu, qısacası desək, ən çox şaxələnmə olan karbonu dairələyirik və buna deyirik metan. Baxın, ən az hidrogen buradadır. Görürsünüz, 3, 2, 3, 3. Buna deyirəm metan. Sonra baxıram ki, sağ, sol, yuxarı, aşağıdan buna hansı radikallar birləşib. Baxın, buradan budur. Sağdan CH3, aşağıdan budur. Görürsünüz, bunu adlandırarkən radikalları, zəncirin dairənin içinə baxın. Bir karbonu var. Bir karbonu deyirik metil. Bu da metildir. CH3'dür. Burada 2 karbon var. Etandan hidrogen çıxartmışıq. Etildir. Adlandırarkən necə deyirəm? Dimetil, 2 dənə metil var axı latınca. D2 deməkdir. Dimetil, sonra kiçikdən böyüyə saymalıyıq. Etil, radikalların adını çəkdim. Axırda deyirəm metan. Başqa bir nümunə yazım. Məsəl üçün, baxın. Biraz çoxaldım şaxələri. Ümumiyyətlə, səmərəli nomenklaturada çox uzun karbon zənciri olanları adlandırmaq sərfəli deyil. Amma baxın buna. Ən az hidrogeni olan karbon, yəni ən az şaxələnmə bunda var. Buna deyirik metan. Baxın. Yuxarıdan bu birləşib. Soldan metildir. Sağ tərəfdən, görürsünüz, hamısını bir dairəyə alıram. Buradan çıxan hamısını bir dairəyə. Aşağıdan, hamısını bir dairəyə alıram. Sonra karbon sayaq. 1 karbon bundadır, 2 karbon bundadır, 3 karbon bundadır, 4 karbon bundadır. Kiçikdən başlayıb adlandırırıq. 1 karbonu olan radikal metil. 2 olan vergül, etil. 3 olanda ona fikir verin. İzopropildir, yoxsa propildir. Baxın, elə bilin ki, bu yoxdur. Baxın, bu hissə yoxdur. Mən bu dairənin içindən çıxartdığımda buradan hidrogen çıxartmışam. Bu neçəlidir? Bu karbon ikilidir. Deməli, bu izopropildir. İzopropil. İndi buna baxaq. Baxın. 1, 2, 3, 4. 4 karbonu var. Butildir. Yaxşı, hansı butildir? Baxın. Buradan birləşib də metan dediyimiz karbona. Bu karbon neçəli karbondur? Özündən başqa neçə karbona birləşib? Dairənin içinə baxıram. Bunu saymıram. 2-yə birləşib. Deyirəm, ikili butil. Axırda deyirəm metan. Bu səmərəli nomenklaturadır. Bir də tərsinə deyə bilər. Məsələn, deyə bilər ki, trimetil
etil metanı çək. Yəni sən özün çək quruluşun. Onda necə edirik? Bax, demədi çək metan. Metana qoydum bir karbon. Trimetil. Buna 3 tərəfdən metil birləşib. Metilin bir karbonu var. Hansı tərəf vacib deyil? Yuxarıdan da yaza bilərsiniz. Etil. Etildə neçə karbon var? 2. Görürsünüz? Sonra hidrogenləri düzəldirəm və mən maddəmi çox asanlıqla çəkirəm. Bir də əsas var uşaqlar. Beynəlxalq nomenklatura beynəlxalq nomenklatura da ən çox sayda karbonu olan alkanları belə adlandırmaq asan olduğuna görə ən çox beynəlxalq nomenklaturadan istifadə olunur. Beynəlxalq nomenklaturaya görə alkanları adlandırarkən biz birinci ən uzun karbon zənciri seçməliyik. Ardıcıllığa amma fikir verməlisiniz uşaqlar. Hansı birinci, hansı ikinci eləməliyik. Birinci ən uzun karbon zənciri seçirik. Bu nə deməkdir? Yəni biz təsəvvür edirik ki, bu bir qatar yoludur. Ən uzun yol hansıdır? Yolu ancaq rabitələrlə gedirəm. Baxın 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4. Görürsünüz 4 karbon saydım. Bu daha qısa oldu. 1, 2, 3, 4, 5. Burada 2 karbon var. Çıxıram yuxarı 5, 6. Demə 1, 2, 3, 4, 5, 6, 7. Hansını da çox karbon saydım? Əlbəttə 7-də. Deməli, mənim əsas zəncirim budur. Bax, əsas zəncir budur. Bunu o saat dairələyirəm. Kənarda qalan karbonlar nə qaldısa bunlar artıq da bu şaxədir. İndi başlayıram ikinci əsas zəncirimi şaxə yaxın olan tərəfdən nömrələməyə. Baxıram, bu hissəni nömrələməliyəm. Buradan getsəm 1, 2, 3. İlk şaxəm neçənci nömrəyə düşür? 3-ə. Buradan gəlsəm, burada 2 karbon var, bax. İkisini sayacağım. 1, 2, 3. Yenə 3-ə düşür. Yəni şaxə hər iki tərəfdən eyni məsafədədir, yerdədir. Ona görə fərqi yoxdur. Hardan istəyirsiniz? Nömrələyək. 1, 2, 3, 4, 5. Çıxıram yuxarı. 6, 7. Baxın, üçüncü, şaxələrin çıxdığı karbonların nömrəsi deyilir. Əgər eyni şaxədirsə, ikisinə baxın, ikisi metildir. Onların nömrələri ardıcıl deyilir. Bax, bu çıxıb 3 nömrəli karbondan, bu metil çıxıb 5 nömrəli karbondan. 2 dənədir, ona görə 2 nə deməkdir latınca? Di. Hansı radikaldır? Əlbəttə metil. Hardan bilirəm? Bir karbonu var. Şaxələrin adını çəkdim, nömrəsini birinci deyirəm, sonra adını çəkirəm, sonra ən uzun karbon zəncirinə uyğun alkanın adı deyilir. Yəni, mən sonuncu nömrəm 7-dir. Homoloji sırada 7-ci alkan heptandır. Ona görə belə yazarım. Bildik. İndi fərqli bir neçə nümunə yazaq. Məsəl üçün, baxın. Baxın. Ən uzun karbon zənciri seçək. 1, 2, 3, 4, 5, 6. Baxın, burada 2 karbon var. 1, 2, 3, 4, 5. Görürsünüz, xəttlərlə, rabitələrlə gedirəm. 1, 2, 3, 4, 5, 6, 7. Bəyək belə gedəndə 6 idi. Burada keçdim 7. Belə də gedək. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, uzun zəncirdə mən gördüm ki, belə də getsəm 7 karbonum var. Belə də getsəm 7 karbonum var. 2 dənə ən uzun 7 karbonu olan 2 dənə zəncir var. Mən hansını seçəcəm uşaqlar? Belə eyni rəqəm gördünüzsə, şaxələnmə hansında çoxdur onu seçməliyik. Gəlin bir-bir baxaq. Tutaq ki, mən əsas zəncir olaraq bu zənciri seçdim. Baxın, düz getdik. Belə getdik. Baxın. Belə getsəm neçə dənə şaxə görürəm? Biri bu, biri bu, biri bu, biri bu. 4 dənə şaxə görürəm. İndi gəlin yuxarı çıxaq. Belə. Əsas zəncir, indi bunu silirəm. Baxın, 4 dənə yadımıza saxlayaq. İndi fikirləşirəm ki, digər 7-cini mən seçim. Ən uzun karbon zənciri 7 olan bir dənəsi də var. Digərini seçsəm neçə şaxə alıram. Tutaq ki, gəlirəm, indi belə gedirəm. Bax. 1, 2, 3, 4, 5, 6, 7. Belə gedirəm. Bax, yuxarı. Onda baxıram ki, 1, 2, bu da buradan çıxıb. Bax, hamısı bir 3 şaxə aldım. Mən də qayda nə dedim? Dedim, hansında çoxdursa şaxə, onu seçək. Bəyək 4-düdür, indi 3-dür. Qayda çox olanı seçməliyəm. Ona görə bunu silirəm. Təzdən digər 7 olana baxıram. Yəni, mənim əsas zəncirim bu deyil. Əsas zəncirim, bax, budur. Bax, bu. Niyə? Çünki şaxələnmə bunu belə seçsəm daha çox olur. Baxın, şaxələrə fikir verin. 1, 2, 3, burada 4 dənə şaxə alınır. Ona görə mən bu zənciri seçirəm. İndi gəlin nömrələməyə başlayaq. Zəba buranı nömrələyirik zənciri. Buradan gəlsəm 1, 2, 3. İlk şaxəm 3-dədir. Buradan gəlsəm 1, 2. İlk şaxəm 2-ci nömrədədir. Hansı balacadır? 2. Ona görə bunu seçirəm. 1, 2, 3, 4, 5,
6, 7. İndi bu nəyə fikir verirsiniz? Görürəm ki, bu 3 şaxə eyni radikaldır. Üçü də metildir. Ona görə mən nömrələri bir yerə yığa bilirəm. Baxın 2, bu 2-dən çıxıb. Bu 4-dən çıxıb. Bu isə 5-dən çıxıb. 3 dənə rəqəm yazdım. 3 latınca tri. Hansı şaxədir? Radikaldır. Metil, vergül. Baxın. Bu da var. Amma bu etildir. 2 karbonu var. Ona görə bunları ayrı yazacağım. 3 etil. Şaxələrin hamısının nömrəsini yazdım, adım dedim. Ən sonda gəldim, 7-də dayandım. 7 də homoloji sırada heptana uyğun gəlir. Diqqətlə fikir veririk. Bir də var tərsinə uşaqlar. Mən tərsin deyirəm. Yəni deyirik ki, məsəl üçün 2, 3 dimetil pentan çək. Çək desəm, deməli onda nə edirəm? Pentan 5 karbonu var. 2-dən və 3-dən metil çıxıb. Metilində 1 karbonu var. Sonra hidrogenləri düzəldirəm və beləliklə mən həmin alkanı çəkmiş oluram. Bir də var uşaqlar, deyir ki, məsəl üçün birli butillə ikili butilin birləşdirilməsindən əmələ gələn alkan. Birli butil və ikili butil. Bax, birli butil deyəndə mən bax yarımçığı yazdım. Bu karbon birli olmalıdır. Birli. Bax, birlidir. Bir karbona birləşdirdim. Bax, düz gedirəm. İkili butil odur ki, bax, yenə yarımçığı qabaq-qabağa yazıram. Çünki deyir onları bitişdir. İkili odur ki, bax, bunu ikili karbon eləyəcəm. Bu qırıq olan, yəni yarımçıq rabitə olanı. 4. Sonra deyir bunları birləşdir.